məlum olub ki, bu ayaqlarda xüsusilə varikoz damarının genişlənməsi ən çox qadınlarda olur. Hətta bunun günahkarını da tapıblar. Məyərsə qadınlarda qadınlıq hormonu deyilən o estrogenin çox olması onlarda həqiqətən də damar genişliyinə səbəb olur. Ancaq bu sözü mən elmi populyar olaraq söylədim. Gəlin bu işi mütəxəssisdən soruşaq görək, niyə qadınlarda varikoz xəstəliyi daha çox olur və həqiqətən mənim dediyimdə həqiqət varmı? Qonağımızı dəvət eləmək istəyərdim. Vena Lazer Varikoz Damar Mərkəzinin aparıcı varikoz damar cərrahı Samir Abdullayev bizimlə bərabərdir. Hoş geldiniz. Samir Abdullayev 2007-ci ildə Azərbaycan Tibb Universitetinin Müalicə Profilaktika fakültəsini bitirib. 2007-2009-cu illərdə Rusiya Federasiyasında cərrahiyyə üzrə kliniki ordinatora keçib. Daha sonra varikoz damar cərrahiyyəsi üzrə təkmilləşərək fəaliyyətini həmin sahə üzrə davam etdirib. 2009-cu ildən 2012-ci ilədək Rusiya Federasiyasında varikoz damar cərrahı olaraq fəaliyyət göstərib. Fəaliyyəti dövründə varikoz damar cərrahiyyəsi üzrə müxtəlif beynəlxalq konfranslarda fəal iştirak edib. 2011-ci ildə Rusiya Federasiyasında varikoz damarların skleroterapiyası üzrə təkmilləşmə keçib. 2011-ci ildə Rusiyada varikoz damarların skleroterapiyası, 2012-ci ildə Türkiyə İzmir Atatürk Eğitim və Araşdırma Xəstəxanasında damar cərrahiyyəsi bölümündə varikoz xəstəliyinin müasir müalicəsi, 2012-ci ildə Latviyanın Riga Varikoz Damar Mərkəzində endovenoz lazer ablasiyası üzrə təkmilləşmə kurslarında iştirak edib. 2013-cü ildə Almaniyada köpük skleroterapiyası ilə varikoz damarların müalicəsi təkmilləşmə kursunda iştirak edib. Həmin ildə Belçikada radio tezlikli termokoagulyasiya üsulu ilə genişlənmiş kapilarların müalicəsi üzrə təkmilləşmə kursunda iştirak edib. Hazırda Vena Lazer Varikoz Damar Mərkəzinin varikoz damar cərrahı olaraq fəaliyyət göstərir. Varikoz xəstəliyi nəyə görə qadınlarda daha çox rast gəlinir? Bunun bir neçə səbəbləri vardır. Əsas səbəblərdən biri qadın olmağın özüdür. Yəni, müəyyən xəstəliklər var ki, bunlar cins ayrılığına məxsusdur. Misal üçün, bir çox xəstəliklər qadınlarda çox rast gəlinir, götürsək qalxan bayırı, bəzi xəstəlikləri götürsək... Öd daşları. Öd daşı xəstəlikləri, süd vəzirləri təbii ki. Kişilərdə də olur eyni problem. Artıq çəki problemi, həmçinin varikoz xəstəliyi qadınlarda kişilərə nisbətən daha çox rast gəlinir. Bunun yaranma səbəblərindən biri qadınların, xanımların üzərinə düşən əsas önəmli bir ana olmaq faktorudur. Həmiləlik dövrüdür xüsusi olaraq. Əlbəttə ki, daha çox müraciət edən pasientlərin də özləri əksərən deyirlər ki, gənc yaşlarında, çox qız olan dövrlərdə yox idi, amma hamiləlik baş verdi, bundan sonra yarandı. Bunun da hamiləlik vaxtında iki faktor var. Hamiləliyin birinci dövründə qadın orqanizmində gedən hormonal dəyişikliklər birbaşa damarın divarına təsir edir və damarın divarında olan kollagen liflər zəifləyir. Kollagen liflər, yəni damarın divarına yığan sanki saplar. Onlar zəifləyir, beləliklə də damarların genişlənməsi baş verir. Bundan başqa hamiləliyin ikinci dövründə isə ana bəhdində olan döl daha da böyüyür. Və nəticədə qarından keçən venanı sıxır, yəni qarından keçən damarı sıxır. Bunun da nəticəsində ayaqlardan gələn qanın qarşısı sanki sıxılaraq alınır və varikoz xəstəliyi ayaqlarda olan damar genişlənməsi yaranır. Bundan başqa, təbii ki, burada artıq çəkinin rolu var, hündür dabanlı ayaqqabılardan uzun müddət davamlı olaraq istifadə etmənin rolu var. Bəzən sual verirlər, pasientlərimiz də soruşur ki, bəs hündür daban geyinmək, tamamilə düz ayaqqabı geymək məsləhətdir. Onu qeyd etmək istərdim ki, daha yaxşı olar ki, təxminən dabanın ölçüsü 3-5 sm arasında dəyişsin. Əksər insanlar bu ölçüdə özlərini daha rahat hiss edirlər. Corab geyinmədən ayaqdakı, venadakı damarların genişlənməsini müalicə etmək mümkündürmü? Varikoz xəstəliyi insanları iki aspektdən narahat edir. Bir, estetik tərəfdən, bir də tibbi tərəfdən. Daha çox iri ölçülü damarlar, təbii ki, bunlar sağlamlığa ziyan vurur. Ayaqda olan qan durğunluğuna səbəb olur, müxtəlif trombların əmələ gəlməsinə səbəb olur. Bundan başqa, ayaqda olan venoz trofki xoraları kimi gətirib çıxara bililir. O ki, qaldı müalicəsi. Varikozun müalicəsində təbii ki, varikoz corabların, yəni ayağı sıxan xüsusi kompression corabların rolu vacibdir. Tutaq ki, biz götürsək, kiçik damarları müalicə etmək üçün istifadə etdiyimiz skleroterapiya, yəni damarın içinə xüsusi köpük yeritməklə onu biz görə bilsək daha yaxşı olar. Kiçik ölçüdə damarın içinə xüsusi köpük yeritilir, nazik iynələr vasitəsilə və həmin damarlar tədricən sorularaq itir. Adətən görüntü olaraq baxdığı insana elə gəlir ki, sanki göz önündə damarlar itir. Əslində bu belə deyil. Köpük sadəcə yayılır. Damarların sorularaq itməsinə bir neçə ay
tələb olunur. Təbii ki, Təzədən bu təkrarlana bilərmi eyni problem skleroterapiyadan sonra? Məsələn, olurmu elə hallar? onu qeyd eləmək istəyirəm ki, sualı cavabı olaraq. Bu skleroterapiya olan damarlar bir dəfəlik sorulur, gedir. Onlar bir daha yaranır. Amma bəli, onlar tamamilə sorularaq yox olur. Amma insanın əgər varikoz xəstəliyə əmələ gəlməsində, yəni faktorları varsa, irsi faktoru varsa, yaxınlarında kimdəsə varsa, bundan başqa, əgər insanın artıq çəkisi varsa, insanda bədəndə olan hansısa bir hormonal dəyişiklik varsa, yenidən digər hissələrdə kapilyarlar əmələ gələ bilər. Əgər hər hansı bir damarı genişlənməsi varsa, bu damarı biz aradan qaldırırıqsa, artıq qan bəs haradan gedir? O bizə lazım deyilsə, orada niyə damarlar var? İnsanın ayağında olan venalar şərti olaraq 3 qrupa bölmək olar. Bunlardan biri dərində yerləşən, əzələlərin arasında olan venalardır. Digəri dərinin altında yerləşən, üçüncüsü isə dəridə, yəni səthdə yerləşən. Varikoz xəstəliyi zamanı daha çox dərinin səthində yerləşən damarlar və dərinin altında yerləşən damarlar zədələnir. Yəni qapaqları sıradan çıxırlar. Amma insanın əzələlərinin arasında olan ən dərin damarlar adətən sağlam qalır. Ona görə də varikoz xəstəliyin müalicəsində bu səthi damarlardan birinin və yaxud bir neçəsinin bağlanması və yaxud aradan götürülməsi insanın ümumilikdə ayağının sağlamlığına ziyan gətirmir. Əksinə, varikoz xəstəliyi zamanı əgər hər hansı bir pasiyentin ayağında durğunluq var idisə, dəri, dəraltı piy qatı və digər toxumaların oksigenlə qidalanmağı pozulmuşdusa, varikoz xəstəliyi aradan qaldırılandan sonra ayaqda normal qan dövranı bərpa olur və insanın damarlarla əlaqədar olan şikayətləri keçir, gedir. Bəzən insanlar gəlirlər və müxtəlif səbəblərdən köpük istəyirlər. Kimsə bunlara söyləyib, amma köpüklə o skleroterapiyanın bir deyəsən çatışmayan cəhəti var, lazerdən fərqli olaraq. Orada əgər kollaterallar çox güclüdürsə, köpük bildiyim qədərinə vurmaq olmaz. Yəni, səthi damarlarla, dərin damarlar arasında əlaqə varsa, bildiyim qədərinə köpük vurmaq olmaz. Amma onlara lazerləmək olar. Yəni, bu dediyimdə həqiqət varmı, yoxsa? Tamamilə haqlısınız. Ona görə də əgər səthi damara, mütləq olaraq səthi damara iynə vurmamışdan qabaq, köpük yeritməmişdən qabaq, bütün pasiyentlərə rəngli Doppler müayinəsi aparılmalıdır. Yəni, damarların tək səthdə, üzdə olan damarlar deyil, insanın ayağında olan dərin damarların da vəziyyəti tam olaraq qiymətləndirilməlidir. Bugünkü hətta belə bir söz var. Deyirlər, rəngli Doppler müayinəsi, bu duplex müayinədir, duplex sonografiya. Deyirlər, damar cərrahının gözüdür. Yəni, adi gözlə görə bilmədiyimiz bütün damarları biz Doppler müayinəsində baxdıqda rahat şəkildə görürük. Doppler müayinəsi mütləq olaraq müalicə həkiminin özü tərəfindən aparılmalıdır. Burada da əsas səbəb odur ki, insanın ayağında olan arteriyalardan fərqli olaraq venalarda çoxlu variasiyalar var. Yəni, müxtəlif quruluşlar ola bilər. Ona görə də müalicəni planlaşdırmağa görə, yəni hansı damara müdaxilə olunacaq, hansı damar saxlanılacaq, bundan başqa damarların, dərində olan damarların vəziyyəti haqqında geniş məlumat əldə etməyə görə tromb var, yoxdur, onların qapaq sisteminin vəziyyəti necədir? Buna görə də bütün pasiyentlərə Doppler müayinəsinin aparılmağı vacibdir. Və yalnız Doppler müayinəsindən sonra müalicə seçilib hazırlana bilər. Bu radial lazerdə əvvəllər olan lazerlərdən fərqli olaraq artıq radial lazerlər bu birbaşa damarın divarına təsir edir. Bütün divarlarına. Yəni, bəli. bir nöqtəyə yox, artıq hamısına təsir edir. Bəli, radial lazer. İlkin olaraq bu pasiyent yenə də qeyd etmək istəyirəm ki, ümumi anesteziya altında deyil, yerli anesteziya altında uzanıbdır. İlkin olaraq damarın vəziyyəti bir daha qiymətləndirir. Doppler müayinəsi gördüyünüz kimi bizə tək diaqnostika üçün deyil, hətta müalicənin özü üçün də vacibdir. Sonradan bir nöqtədən, bəyə qeyd etdiyim kimi bir nöqtədən bu lazer göstərilir hal-hazırda. Damarın daxilinə lazerin işıq ötürücüsü yeridilir. Bu, təbii ki, pasiyent heç bir ağrı hiss etmir. Çünki damarın daxili qatında hər hansı bir, bəli, burada da biz görə bilirik, ötürülür damarın içindən ultrases müayinəsidir, USM. Ultrases müayinəsinin nəzarəti altında yeridilir. Düz çatdırılır, bayaqlar qeyd etdiyim kimi, genişlənmiş damarın başlanğıc hissəsinə dək. Burada da görə bilirik ki, adi gözlə görmürük, yalnız Doppler müayinəsinin nəzarəti altında aparılır prosedura. Daha sonra biz əmin olandan sonra ki, genişlənmiş damarın başladığı hissəyə çatmışıq, ondan sonra tumescent anesteziya, yerli anesteziya icra olunur. Damarın ətrafına, burada da iki məqsəd var. Bir məqsəd odur ki, genişlənmiş damarı ətraf toxumadan ayırmaq. İkinci məqsəd də odur ki, təbii ki, ətraf toxumanı qorumaq.
Ondan sonra damarın ölçüsü kiçildikdən sonra daxildən lazer ilə təsir olunaraq tədricən geriyə çıxılır. Burada görə bilərsiniz, daxildə geriyə çəkilir, animasiyon olaraq da göstərilir. Pasient yatmır, qeyd etdiyim kimi insan ağrı da hiss eləmir, rahat olaraq. Biz hətta pasientlərə əməliyyat zamanı belə müxtəlif jurnallarda veririk ki, rahat olaraq uzanıb oxusunlar. Gördüyünüz kimi yatmır, insanla söhbət elə-elə. Ondan sonra bu prosedura özü tək bir damarın lazer olunmağa ola bilər 20 dəqiqə çəksin, ola bilər 30 dəqiqə çəksin. Bu təbii ki, asılıdır genişlənmiş damarın uzunluğundan, onun ölçüsündən. Ondan sonra pasientlərə xüsusi kompression corablar geyindirilir və pasientlərə adətən yatmaq deyil, bir daha qeyd etmək istəyirəm, yatmaq deyil, birbaşa gəzmək tövsiyə edilir. Biz də çox təşəkkürümüzü bildiririk, çünki çox aydın şəkildə, çox gözəl şəkildə izah elədiniz. Hər halda son müraciətiniz ola bilərmi? Çünki mən bilirəm ki, xanımlar gecikdirirlər həkimə ümumiyyətlə müraciət etməyə bu mövzuda. Yəni artıq özümdən xüsusi olaraq bunu bilirəm. Gecikmiş təbii ki, vəziyyətdə müdaxilələr bəzən Təbii ki, yaxşı olar ki, biz bütün insanlara digər xəstəliklərdə olduğu kimi tövsiyə edirik ki, ayaqda olan damar genişlənməsinə vaxtında aradan qaldırsınlar. Çünki artıq varikozun müalicəsi köklü olaraq dəyişibdir. Artıq xəstəxanada yatmağa ehtiyac yoxdur və yaxud normal iş şəraitinə məhdudiyyət qoymağa ehtiyac yoxdur. Yəni, işləyən insan da işindən icazə almadan belə varikozdan tutaq ki, 6-cı gün əməliyyat olunan belə insan 1-ci gün rahat olaraq işinə davam edə bilər. Ki, ağırlaşmalar olmasın. Sonradan müxtəlif ağırlaşmalar, trombofilibitlər, trombozlar, ayaqlarda müxtəlif yaralar əmələ gəldikdə artıq pasientin də işi çətinləşir, artıq həkimin də işi çətinləşir, artıq müalicənin nəticəsinə də görürüz ki, bu öz təsirini göstərmiş olur. Çox minnətdarıq sizə gəldiniz. Sağ olun və xatırladıram ki, qonağımız Vena Lazer Varikoz Damar Mərkəzinin aparıcı varikoz damar cərrahı Samir Abdullayev. Sağ olun. Mövzuya toxunduğunuza görə mən bir daha sizə təşəkkür edirəm. Çünki müraciət edən pasientlər deyir ki, çox insanda var, xahiş edirik, məlumatlandırın. Mən bir daha xalqımıza möhkəm sağlamlıq arzu edirəm. Minnətdarıq. Sağ olun.